17-ci İqtisadiyyat və İdarə Etmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konfransı keçirilir. Tədbir dairəvi iqtisadiyyat və dayanıqlı ekosistem mövzusuna həsr edilib. Ətraflı məlumatı əməkdaşımız Rəhlə Rafiq qızı birbaşa bağlantıda çatdıracaq. Rəhlə, proqrama nələr daxildir sizdən eşidək, buyurun. Bəli, UNEC-in 95 iliyinə həsr olunan bu ilki konferans dairəvi iqtisadiyyat və davamlı dayanıqlı ekosistem mövzusuna həsr olunub. Konferans çərçivəsində kitab sərgisi, məruzə sessiyaları və onlayn workshoplarla yanaşı, həmçinin COP29 Azərbaycan töhfəsi, iqlim dəyişikliyi və maliyyələşdirilməsi, resurslardan səmərəli istifadə və həmçinin dairəvi iqtisadiyyatın driverləri, rəqəmsal transformasiya və dayanıqlı ekosistem mövzularında panel müzakirələr aparılacaq. Hələ bir neçə dəqiqədən sonra ilk panelə start veriləcək. Qeyd edim ki, birinci panelin belə deyək, moderatoru Hüseyn Hüseynov olacaq. İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət Şöbəsinin müdiri. Spikerlər sırasında Elnur Sultanov, Nigar Arpadarayi və həmçinin xüsusi Türkiyədən dəvət olunmuş iqlim üzrə eksperti Levent Kurnaz olacaq. Hələlik görürsünüz ki, birinci konferansa hazırlıq işləri aparılır, qonaqlar gəlməkdədir, öz yerlərini tuturlar. Konferansın elm komitəsi tərəfindən müsbət dəyərləndirilən tədqiqat işləri dünyanın 20-yə yaxın elm bazasında indeksləşdiriləcək. Hələlik sizə buradan hazırlıq prosesindən çatdıracaqlarım bunlardan ibarət idi. Buyurun, söz sizdədir. Təşəkkür edirik Rəhlə, sizə ətraflı məlumat üçün davam edirik.